Xəbərə keçməmişdən öncə videonu like edib kanala abunə olun ki, xəbər hər kəsin qarşısına çıxsın. Azərbaycanda tanınmış həkim, tibb üzrə fəlsəfə doktoru, Tibb Universitetinin dosenti Ədalət Rüstəm yanvarın 16-sında axşam saatlarında vəfat edib. Ədalət Rüstəmin yaxınları Oxu-Aza bildiriblər ki, mərhum ürək çatışmazlığından vəfat edib. Bir müddət əvvəl ürəyinə kardiostimulyator qoyulmuşdu. Bir neçə gün öncə də qrip virusuna yoluxmuşdu. Bu, onun ürək fəaliyyətinə çox mənfi təsir göstərdi. Yanvarın 16-sında axşam vəziyyəti qəfil kritikləşib və dünyasını dəyişib. Xatırladaq ki, o, 1961-ci ildə Naxçıvanın Şahbuz rayonunda doğulub. İxtisasca ümumi cərrah olub. O, kliniki tibbi mərkəzdə çalışıb. Qeyd edək ki, Ədalət Rüstəm, Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu Vergilər Xidmətinin rəisi Nazim Rüstəmovun qardaşıdır. Yanvarın 5-də isə onların anası dünyasını dəyişib.